Şərif uşaq bağçası. Şərif kəndinin yoluna biz gedirik. Maşallah, abad, qəşəng yoldur. Bayraqlar da yerində. Süleyman müəllimlə biz axşam gəzintisinə çıxmışıq. İki qoca qurd yollarını gedir. Qabaqçöldə ən gözəl kənd, ən abad kənd Şərif kəndidir. Qəşəng yolu da var. Yol da var. 8-10 kilometrdə işıq dirəkləri var, qəşəng, maşallah. Qeybula müəllimin evi. Mənim dostum, yaxın arkadaşım Qeybula müəllim. Sürür bizi mənim dostum. Kənd mağazası. Şərif kəndinin bələdiyyə idarəsi. Kənd məscidlərindən birisi. Bu kəndə 3-4 dənə məscid var. Bu yaxınlar çay daşmışdı. Bu o körpüdür. Çay üstündən aşırdı körpünü. Abadlıq işlər görülüb, bəkimə sahələr, bəkimə işlər görülüb. Bu körpüdə hələ də fəsadları yaşayır, hələ işləmir. Xalataya gedən yol. Burada bizi Kürdəmir kafesi deyilir, buna Səmədin kafesidir. Hər gün yemək əla keyfiyyətli verilir. Keyfiyyətlə zəmanət də verilir. Salam aleyküm. Maşallah. Telmanın evi. Bu da Şərif kəndinin parkı. Buna kənd arasında Telmanın parkı deyilir. Yayda burada adam əlində tərpənmə olmur. Qəşəng, gözəl kənd.